Salam əziz birincilər, xoş gördük sizləri. Bugün sizlərlə Bahar nəşriyyatının Küraraz dərsliyindən Azərbaycan dili bölməsindən qaldığımız yerdən davam edirik. Bugün əlifba test 15-i işləyəcəyik. Baxaq uşaqlar birinci testimizə. Hansı hərfin əlifbadakı sıra nömrəsi düzgün göstərilmişdir? Baxağın A bəndi P25, B bəndi Ş26, C bəndi V31. Əziz dostlar, qeyd edim ki, P hərfi 23-dədir. 23-cü hərfimizdir. V hərfimiz 30-cu hərfimizdir. Doğru cavabımız Ş hərfimizdir, 26-cı hərfimizdir. Baxırıq uşaqlar ikinci çalışmamıza verilmiş sözlərin əlifba sırasına uyğun düşsək, hansı söz ikinci gələr? Əlifba sırasına uyğun düşsək, qoyun, yuva, əlaçı, bazar, həkim. Baxın uşaqlar, əlifba sırasımız necə gəlir? A, B, demək A hərfinə yoxdursa, B hərfi ikincidirsə, bazar nədir? Birinci yazılır indi. Baxırıq, sonra hansı hərflərimiz gəlir? C, Ç, D, yoxdur. Baxırıq, Ə. 7-ci hərfimiz hansıdır uşaqlar? Ə hərfidir. Ancaq ki, bazar sözündən sonra ikinci gələn hərfimiz hansı olacaqdır? Əlaçı sözümüz Ə hərfimiz. Demək cavabımız olur C bəndi. Baxırıq uşaqlar, üçüncü sualımıza baxağım. Verilmiş koda uyğun gələn söz hansıdır? Koda uyğun gələn. Dedik, 7-ci hərfimiz hansıdır uşaqlar? Ə hərfidir. Demək, burada nədir? 7-ci hərfimiz Ə olmalıdır. Demək, ikinci hərfimiz Ə olmalıdır. Baxırıq uşaqlar, burada İkinci hərfimiz ədirsə, demək, baxağım, polis sözündə ə yoxdur, parlaq sözündə ə yoxdur, pərdə sözündə 2 ə var. Baxın, ikinci hərf də ədir, sonuncu hərf də ədir. Demək, hansı bəndimiz uyğun gəlir? A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar, 4-cü sualımıza hansı şəklin adı əlifba sırasında daha əvvəl gəlir? Baxın, inək, İ hərfi, qurbağa, Q hərfi, kitab, K hərfi. Bizdən nə soruşur? İ hərfi, Q hərfi, K hərfi. Hansı birinci gəlir? Əlbəttə ki, İ hərfi birinci gəlir. Çünki İ, J, K, bir də Q. Ardıcıllıq bu cür gedir. Demək, birinci hərfimiz İ gəlirsə, A bəndimiz uyğun gəlir. Baxırıq uşaqlar, 5-ci sualımıza baxağım. Hansı sırada sözlər əlifba sırasına uyğun olaraq düzülmüşdür? Əlifba sıramız necə gəlir uşaqlar? A, B, C, Ç, D. Baxın, asan, çəpiş, bazar. Uyğunluq yoxdur, çünki A-dan sonra B gəlir. Bu variant doğru deyil. Baxırıq B bəndinə uşaqlar. Daxma, evcik, əlcək. D, E, Ə. Uyğun cavabımız B bəndidir. Baxırıq uşaqlar, indi də 6-cı sualımıza baxağın. Verilmiş şəklin adındakı hərfi sıra nömrələrini hansı cavabda düzgün göstərilmişdir? Hərflərin bir sıra nömrələri. Verilmiş şəklimiz budur. Nədir? Köynək. Köynəkdir. Dedik uşaqlar, Ə hərfimiz neçəncidir? 7-cidir. Baxırıq, 7-ci hərfimiz Ə hərfidirsə, baxın uşaqlar, burada B bəndində 7 yoxdur. C bəndində 7 yoxdur. Baxağın A bəndinə, variantlara baxsaq, görərik ki, K hərfimiz neçənci yerdədir? 16-cı yerdədir. Demək, uyğunluğumuz nədir? K, Ö, Y, N, Ə, K. Doğru variantımız A bəndidir. Baxırıq uşaqlar, indi də 7-ci sualımıza. Verilmiş sözlərdən hansı əlifbanın 25-ci hərfi ilə başlayır? Dedik ki, əlifbanın 26-cı hərfi Ş-dırsa, ondan əvvəl hansı hərf gəlir? S hərfi. Demək, sevda sözü əlifbanın 25-ci hərfi ilə başlayır. İndi isə baxırıq uşaqları 8-ci sualımıza. Verilmiş şəklin adı əlifbanın neçənci hərfi ilə bitir? Şəklimiz budur. Şəklimizdə nədir? Qoyun. Qoyun. N hərfi ilə bitir. N hərfi əlifbanın neçənci hərfidir uşaqlar? Əlbəttə ki, 20-ci hərfidir. Cavabımız olur B bəndi. 9-cu sualımıza hansı sözdə əlifbanın 8-ci hərfi işlənmişdir? Dedik, əlifbanın 7-ci hərfi Ədir, 8-ci hərfi F-dır. Demək, F hansı sözdə işlənib? Anar. F yoxdur. Yoldaşlıq F yoxdur. Fənər sözündə F ilə başlayır. Cavabımız olur B bəndi.
İndi isə baxırıq uşaqlar 10-cu sualımıza hansı sözün tərkibində əlifbanın 20-ci hərfi işlənmişdir? Əziz dostlar, əlifbanın 20-ci hərfi hansıdır? N hərfidir. Baxın, karandaş sözündə N hərfi var. Ayaz, qara sözlərində N hərfi yoxdur. Doğru cavabımız hansı olur? A bəndi. Karandaş. Baxırıq indi də uşaqlar əlifba çalışmalara baxırıq. Əlifba mövzumuza aid baxırıq. Əlifba sırasına görə şəkillərin yerinə uyğun gələn hərfi tapın, boş buraxılmış dairələrə yazın. Baxırıq uşaqlar, əlifba sırasına görə Ç-dan sonra hansı hərf gəlir? D hərfi gəlir. Yazırıq bura D hərfi. Sonra baxırıq Q-dan sonra hansı hərfimiz gəlir? Q ilə X-nın ortasında H hərfimiz gəlir. Bura yazırıq H. Baxırıq. N ilə Ö-nün ortasında hansıdır? Əlbəttə ki, O hərfimiz demək bu olur, O hərfi. S ilə T-nın arasında hansıdır uşaqlar? Əlbəttə ki, Ş hərfi. Yazırıq bura Ş. Baxırıq uşaqlar. Baxın, burada K ilə L-nın arasında hansı hərfdir? Əlbəttə ki, Q hərfidir. Yazırıq bura K ilə L-nın arasında Q hərfi. Ü ilə Y-nın arasında olan hərfimiz hansıdır? Əlbəttə ki, V hərfimizdir. Yazırıq bura V. İndi isə baxırıq uşaqlar ikinciyə. Əlifba sırasına görə ortadakı hərflər əvvəl və sonra gələn hərfləri tapın. Baxın, ortadakı hərfimiz nədir uşaqlar? D hərfi. D hərfindən əvvəl gələn hərfimiz hansıdır? Ç. Sonra gələn E. Q hərfinə baxırıq uşaqlar. Q-dan əvvəl gələn Q-dır, Q-dan sonra gələn L-dır. O hərfinə baxırıq. O-dan əvvəl gələn N hərfidir, sonra gələn Ö hərfidir. S hərfinə baxırıq. S-dan əvvəl gələn R hərfidir. S-dan sonra gələn Ş hərfidir. N hərfinə baxırıq uşaqlar. N-dan əvvəl gələn M hərfidir. N-dan sonra gələn O hərfidir. Baxırıq F hərfinə uşaqlar. F-dan əvvəl gələn Ə-dir. F-dan sonra gələn C hərfidir. İndi isə baxırıq uşaqlar 3-cü çalışmamıza. Verilmiş sözləri əlifba sırasına uyğun olaraq nömrələyin. Baxın, A bəndində qutu, kirpi, gilas. Baxırıq, Q, K, G. Birinci hansı gəlir? Əlbəttə ki, gilas. Üçüncü olur nə? Birinci. Yazırıq bura 1. K, G. Hansı əvvəl gəlir? Əlbəttə ki, K. Ardıcıllıq bu cür gedir. 1, 2, 3. İndi baxırıq. Aşağıdan yuxarıya doğru getdi. İndi baxırıq B bəndində. Stol, maraq, dəvə. Stol, maraq, dəvə. Baxağın uşaqlar. S, M, D. Hansı birinci başlayır? Əlbəttə ki, D hərfimiz. Baxırıq, bura yazırıq D. M əvvəl gəlib, yoxsa S? Əlbəttə ki, M. S da necə oldu? Üçüncü. Burada ardıcıllıq belə getdi uşaqlar. Baxırıq indi hansına? Əlbəttə ki, C bəndinə. Yonca, qələm, kitab. Baxağın uşaqlar. K, G, Y. Hansı birinci başlayır? Əlbəttə ki, Y. Axırda yazırıq, 3 yazırıq. Qələmlə kitab. Kitab ikincidir, qələm. Ondan sonra da kitab birincidir, qələm ikincidir. Yenə ardıcıllıq elə getdi. 1, 2, 3 belə gedir. Baxırıq D bəndinə. Alça, banan, xurma. Birinci alçadır, ikinci banandır, üçüncü xurmadır. İndi isə baxırıq uşaqlar 4-cü çalışmamıza. Sözlər əlifba sırasına uyğun ardıcıllıqla düzülmüşdür. Nöqtələrin yerinə uyğun gələn söz yazın. Bizdən nə soruşur? Əlcək, fənər, həyət. Əlcəkdir, fənərdir, həyətdir. F ilə H-nın arasında hansı hərf var? G hərfi var. Nə yazmaq olar uşaqlar G hərfinə uyğun? Gilas. Gilas. Yaza bilərik. Sonra baxırıq B bəndinə. Sabun, şans, ulduz. Ş ilə U-nun arasında hansı hərf var? Ş ilə U-nun arasında T hərfi var. Hansı kitabı yazmaq olar? Belə sözü yazmaq olar uşaqlar? T. Top. Top. Baxırıq C bəndinə. Banan, canavar, çiçək. Bu hərfindən əvvəldə hansı var? A hərfi. Nə yazmaq olar? Alma. Alma yazmaq olar. Baxırıq D bəndinə. Qonaq, ləman, masa. Q hərfindən əvvəl hansı hərfimiz var? K hərfi. Kitab yaza bilərik. Kitab. Baxırıq uşaqlar E bəndinə. Jalə, qələm, limon. J ilə Q-nın arasında hansı hərfimiz var? K hərfimiz var. Nə yazmaq olar uşaqlar? Kitab yazmaq olar, kamal yazmaq olar. Yazağım. Kamal.
Ülkər, vətən, yol. Y hərfindən sonra hansı hərfimiz var uşaqlar? Z hərfi. Nə yazmaq olar? Zaman. Zaman. İndi isə baxırıq uşaqlar, 5-ci çalışmamıza baxağın. Verilmiş sözləri əlifba sırasına uyğun ardıcıllıqla düzün. Əvvəl baxırıq uşaqlar A bəndinə. Quyu, şir, zəng. Zəng sözü Z hərfi elə 3-cü olaraq qalacaqdır. Çünki Z hərfi sonuncu hərfimizdir. Yazırıq 3-cü. Ş hərfi 26-cı hərfdir. Q hərfi ondan əvvəldədir. Elə ardıcıllıq bu cür gedir. 1, 2, 3. Baxırıq B bəndinə. Ayna, kol, çay. Ayna sözü birincidir uşaqlar. Kol, çay. Baxırıq. K ilə Ç necə gəlir ardıcıllıq? Ç ikincidir. Kol üçüncüdür. Bu ardıcıllıqla gedir. 1, 3, 2. Baxırıq C bəndinə. Yara, banu, düyü. Baxırıq. Banu birincidir. Düyü İkincidir, yara, üçüncü. Baxırıq D bəndinə. Vəli, sarı, qutu. Baxırıq uşaqlar. Sarı, qutu. Qutu birincidir, sarı ikincidir, vəli üçüncüdür. İndi isə baxırıq uşaqlar 6-cı çalışmamıza. Tərkibində əlifbanın 3-cü hərfi olan sözləri işarələyin. Əlifbamızın 3-cü hərfi A, B, C. 3-cü hərfimiz hansı oldu? C hərfi, cücə. C hərfidir böcək, C hərfi çəngəl, corab, C hərfi açar, doğma, banan, balta. İndi isə baxırıq uşaqlar 7-ci çalışmamıza. Sözləri uyğun yerlərə yazın. Baxırıq. Tərkibində əlifbanın 31-ci hərfi işlənmişdir. Əlifbanın 31-ci hərfi hansıdır uşaqlar? Əlbəttə ki, Y. Çünki 32-ci hərfimiz Z-dır. Yazırıq buradan Y. Baxağın. Məktub, ulduz, fındıq, meymun. Demək, doğru variantımız hansıdır? Meymun. Əlifbanın 28-ci hərfi ilə başlayıb, son hərfi ilə bitir. Əlifbanın 28-ci hərfi hansı oldu uşaqlar? U hərfi. Son hərfi hansı oldu? Z hərfi. Baxağın. Ulduz sözü uyğun gəlir ikinciyə. Baxırıq, hərflərin sıra nömrələri 8, 13, 25, 13, 17 koduna uyğundur. Baxaq uşaqlar, 7-ci hərfimiz Ədir, 8-ci hərfimiz F-dır. Demək, F hərfi ilə başlayırsa, məktub yerdə hansı qalır? Fındıq. Doğru variantımız olur. Fındıq C bəndinə uyğun gəlir. Sözün sonuncu hərfi əlifbamızın ikinci hərfidir. Sonuncu hərfi məktubdur. Əlifbanın ikinci hərfi də B-dır. Məktub sözü uyğun gəlir. Baxırıq uşaqlar 8-ci sualımıza. Sıra nömrəsinə uyğun gələn hərflər yazmaqla gizlənmiş sözü tapın. Baxalım. 19, 1, 2, 13, 20. Baxın, birinci hərfimiz hansıdır? A hərfidir. 19-cu hərfimiz M hərfidir. 26-cı hərfimiz Ş hərfi dedik uşaqlar. Ş hərfi yazıram. 13-cü hərfimiz I hərfidir. 20-ci hərfimiz N hərfidir. Nə oldu? Maşın. Baxırıq, 7-ci hərfimiz Ə hərfi dedik sizə. Baxın, buradan yazıram. Ə hərfi. Birinci hərfimiz A-dır. İkinci hərfimiz B-dır. 8-ci hərfimiz F-dır. 18-ci hərfimiz L-dır. 14-cü hərfimiz İ-dir. Nə oldu uşaqlar? Əlifba. Baxırıq. 5-ci hərfimiz hansıdır uşaqlar? D hərfidir. 21-ci hərfimiz O hərfidir. 25-ci hərfimiz S. 27-ci hərfimiz T hərfidir. Oldu dost. Baxırıq. 23-cü hərfimiz P-dır. 28-ci hərfimiz hansı oldu uşaqlar? U hərfi oldu. 18-ci hərfimiz L hərfi. Hansı söz oldu? Pul. İndi isə baxırıq uşaqlar 9-cu sonuncu sualımıza. Əlifbanın 7-ci hərfi ilə başlayan sözlərin altından xətt çəkin. Dedik, əlifbanın 7-ci hərfi hansıdır uşaqlar? Əlbəttə ki, Ə hərfidir. Çiçək. Ələk sözü Ə hərfi ilə başlayır. Fındıq, ətir sözü Ə hərfi ilə başlayır. Əlcək Ə hərfi ilə başlayır. Elan, ayaq, el, ərik sözü Ə hərfi ilə başlayır. Bir dəqiqə. Gümüş, əsər sözü Ə hərfi ilə başlayır. Bulaq, ətraf sözü Ə hərfi ilə başlayır. Qanad, əmanət sözü Ə hərfi ilə başlayır. Böyük, dəvə, masa, dərd.